İnsanlar deyir ki, indi yaxşı insan qalmayıb. Mən bununla heç razı deyiləm. Məncə yaxşı insanlar var. Sadəcə o insanları o qədər incidiblər ki, o qədər aldadıblar ki, o qədər qəlblərini qırıblar ki, yəni əvvəlki kimi artıq kiməsə etibar edə bilmirlər. Başlarını o qədər vurublar ki, yaxşı insanı məcbur ediblər ki, kiməsə etibar etməyəsən, kiməsə güvənməyəsən. Amma yaxşı insan həqiqətən var. Bir vaxtlar hər kəsə güvənən insan artıq heç kimə güvənmir. Bir vaxtlar hamıya yaxşılıq edən insan artıq kimə yaxşılıq edəcəyini düşünür. Bir vaxtlar ürəyi yumşaq olan insan hisslərini gizlətməyi öyrənir. Ən acısı da budur ki, yaxşı insana pis edən onun xasiyyəti olmur, yaşadıkları olur. Dəfələrlə xəyanət görür, dəyəri bilinmir, istifadə olunur və sonda artıq deyir ki, artıq mən də əvvəlki kimi olmayacağam. Amma yenə də bir şeyi unutmayaq, başqasının bizə etdikləri bizi tamamilə dəyişməməlidir. Bəli, ehtiyatlı ola bilərik, hər kəsə güvənməyə bilərik, amma sırf bizi incidən insanlar var deyə qəlbimizdəki yaxşılığı da etdirməməliyik. Biz yaxşılığı özümüz üçün edirik, biz yaxşılığı Allah üçün edirik. Bugün dünyada yaxşı insanların sayı az görünürsə, bunun səbəbi yaxşı insanların olmaması deyil. Səbəbi odur ki, onları incidə-incidə, qıra-qıra sevgidən və etibardan uzaq salıblar. Ona görə də çalışmalı ki, kiminsə qəlbini qıran yox, kiminsə qəlbini sağaldan insan olar. Bəlkə də bugün kiməsə göstərəcəyiniz kiçik bir yaxşılıq onun insanlara olan inamını yenidən qaytaracaq.